Qoru. Bəzən vaxtı qazilərimiz gedir, özlərini öldürür, çox nahaq. Mən bu gün şahid oldum ki, bəli, bunlar, bu məmurların bəziləri, mən danışacağım indi, Ağstafa məhkəməsindən danışacağım, Ağstafa rayon məhkəməsindən danışacağım. Çünki onun gördüyü saxtakar işləri mən burada qoyub və mən hüquq şöbəsinin, hüquq şurasının sədri də İman Kərimova və buradan da məhkəmənin sədri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri yenə İman Kərimova müraciət edirəm. Bu məhkəmə sistemində bu kimi insanları Ağstafa rayon məhkəməsini hardan tapıb gətirib qoyubsunuz? Yaxud da ki, o sizi nə cür allada bilir ki, gəlib Ağstafada rayon onu mən inzibatidən tanıyıram. O adamın ədalət deyilən prinsiplərdən bir xəbəri yoxdur. Ədalət deyilən bir şeydən yoxdur. Bir cinayətkara götürür, hansı ki, tükəsidir ona 3 il adam vurub, götürüb ona 3 ay iş verir. Bu hakimdir. Bu hakimdə ola bilməz axı. Bu nə Allah yoludur, nə billah yoludur, nə insaf yoludur, nə vicdan yoludur. Bunu mən bu formada keçmiş bir komandir olaraq, zabit olaraq buradan sizə səslənirəm. Hörmətli cənab Ali Məhkəmənin kollegiyasının sədri, Milli Şuranın nə oldu buna? Yox, sədri, ona görə də müraciət edirəm. Ağstafa rayon məhkəməsinin Abbasov Natiq haqqında danışıram sizə. Və düzgün eləmişdiniz, o vaxtı çıxartdınız, onu inzibatidən çıxartdılar, göndərdilər buraya. Ancaq bu qız olub bu tərəfdə çox vicdansız işlər görür. Əgər mümkün varsa, mənim bu yaşımda, mən xahiş edərdim sizdən, məni qəbul edərsiniz. Mən bəlkə də ictimailəşdirməyim və olan faktları mən sizin qabağınıza qoyum. Nə vaxtından Azərbaycan əskərini, nə vaxtdan Azərbaycan qazisini, şəhidini haqsız çıxartmaq kimə mənsubdur bu? Bu nə deməkdir? Azərbaycanda, yəni bu cür məhkəmədə hakimlər var ki, hakim sədri. Birincisi, məhkəməni eləyir, bütün güçləri öz daxili işi deyib, buraxırlar başına, işini buraxıbdır. Bir dənə məhkəmə var, onu yüklədir, saatlarla saat 11-ə çağırılan, saat bir də görürsən, 3-də məhkəmə gedir. Bu qədər insanları incitmək mi olar? Bu nədir? Bu nə məhkəmədir, bu nə qurumdur, öz daxili işimizdir. Daxili işindir, mən millət qırılıraq saat 11-ə çağırırsan, 11-in məhkəməsini saat 3-də eləyirsən, 3-ün məhkəməsi saat 6-da eləyirsən, 5-ə yazırsan. Bu düzgündür. Bu birinci, ikinci, o qədər haqsızlıqlar var ki, onun elədiyi hərəkətlərdə Ağstafa rayon məhkəməsinin sədri, mən dilim də gəlmir ona deməyə, onda deyilən bir ədalət, vicdan prinsipi deyilən bir şey yoxdur. O, naborot dövlətin əleyhinə çıxardan insanları cırnadı. Siz fikir verin, bir erməniyi müdafiə edən şəxs, hakim, nə cürə hakim Azərbaycanda hakim deyilə bilər? Erməniyə vəkil tutub, erməniyi müdafiə elətdirir bu adam. Erməniyə vəkil tutub, onu müdafiə elətdirir. Və deyir, sən düzsən, sən düz elirsən, o vətəndaşdır. Belə şey olar. Bu nə də məntiqdir? Mən bəlkə də deməzdim, heç bunları ortaya da təbliğata da deməzdim. Özü də ki, narazı qalarsınız, gedin apelasiya şikayəti verin. Orada da mənim işçim olubdur, Mamedov Rəşid oradadır, onsuz da həll eləyəcək məsələ. Bu nə məntiqdir, bu nə mənadır? Azərbaycanda yəni hakimiyyətsizlikdir, Azərbaycanda yəni dövlət başçısı yoxdur, Azərbaycanda aparat işçiləri, bunlar idarə edən adamlar yoxdur. Bir mənalı şəkildə deyirəm, hörmətli, möhtərəm, Ali Məhkəmənin sədri, Hüquq Şurasının sədri İman Kərimov, sizə müraciət edirəm, xahiş edirəm, təvəqqə edirəm. Bunun işi araşdırılsın və lazımsa məni çağırın və mən sizdə müəyyən faktlar, elə faktlar göstərdim ki, bilin ki, kasıbın, yetimin bir haqqı tapdalanır. Harada nətər, mən dəbinlərəm, rüşvət elə yerdə alınır ki, onu sübut eləmək çox çətindir. Ancaq mən faktla sübut edirəm. Fakt, mən şahidiyəm hər şeyin. Odur ki, bu adamın burada işləməyi qeyri-mümkündür. Çünki o Ağstafalılar, bax buradan Ağstafalılara müraciət edirəm. Bilsinlər, gör nə qədər haqsızlıqlar var orada. Nə qədər haqsızlıqlar, hərəkətlər var. Özünü nə sayırsan burada? Özünü nə sayır bu burada? Çox həddindən artıq, etik çərçivədən kənar, bir ironik, tipik xüsusiyyətlə hərəkət edir. Özünü elə bil ki, bura yalnız onun özünə məxsusdur. Xeyr, bu dövlət müəssisəsidir. İnsanları çox bezdirirlər. Məhkəmələrdə saat 11-ə çağırdığı, 12-yə çağırdığı məhkəmələr saat 7-yə çağırırlar. Saat 7-də, 6-da eləyirlər, 5-ə yazırlar. Daxili iş nədir? Bu insanlar əziyyət çəkir axı, zülüm çəkir axı burada.
Yani bir tane o hanım var orada, düşünürler ona, o ne diyeyim ben onu müdafiə eləmirəm, o düşüb oraya ne kadar məhkəməni içindən çıxa bilmir, su içməyə imkanı yoktur. Ben onu müdafiə eləmirəm. Her şeyin önemi var. Ona göre bir daha gene müracaat ederim. İman Kərimov, bunun hakkında ölçü götürün. Eğer müəyyən faktlar, müəyyən çatışmamazlıklar varsa, beni bütün Respublikanı indi pis yaxşı tanıyırlar hamısı. Ben hərbi hissə komandiri olmuşam. Ben zabitəm, ben qaziyəm. Ben bir gazi kimi, zabit kimi, döyüşlerde can verdiğim, yaralandığım kimi, ben bir zabit kimi sizden xahiş edirəm. Bir gazi kimi, Qarabağ kimi xahiş edirəm. Bu şeye son koy ya da ki kabul edin ben çattırıp hakimiyetsizlik değil mi? Bu ne devlette? Devleti biz kurmuşuz. Kanımızla, canımızla devlete canımız feda olsun. Devlet bizimdi, millet bizimdi. Ben ne kadar bunlara böyle imkan verilip ki bunlar. Sen polis bakır işe deyir ki bu budur, polisi binimane vermir. Nətəri rayonun Respublikanın güc tuturdu. Sen onu verdiği işe nətər dikkat ettirmirsən? Prokuratura tutup ləğv verir, göndərir ki bu işe bu cür yanaşmalısan. Verir de sen elə məhkəmə deyib, 3-cü hakimiyyət deyib, elə dədəm mənə kördər gələn gidənə vur deyir. Belə olmaz axı. Natiqin xüsusi idarəsi deyil bura. Bu dövlətin idarəsidir. 3-cü hakimiyyət qoludur. Burada vicdanlı hərəkət eləmək lazımdır. İnsanları incitmək lazım deyil. Burada bir mənalı şəkildə deyirəm. Əgər bu dayandırılmasa, bu olmasa, mən hələ çox şeylər açmıram. Çox şeyləri də demirəm burada. Çünki niyə görə? İctimaiyyətdə bəzən vaxtı həmin adama düzgün başa düşməyib, onun üstə çox gedərlər. Qanunu və qanunsuz. Ancaq mən deyirəm ki, onu İman Kərimov, Azərbaycan Məhkəmə Şurasının sədrinə və Azərbaycan Ali Məhkəməsinin sədrinə bir daha səsləndirəm, bir daha xahiş edirəm, bir daha təvəqqə edirəm. Bir qazi kimi, bir zabit kimi, bir döyüşçü kimi, Azərbaycan vətəndaşı kimi, bir ağsaqqal kimi xahiş edirəm. Ya məni qəbul edin, ya onun haqqında ölçü götürün. Mən sizə lazım səviyyədə deyim bunları. Bəsdir də Azərbaycanı nə qədər dövlətə qarşı çıxartmaq olar, nə qədər dövlətə qarşı incidib vətəndaşları pis günə qoymaq olar. Siz kimə xidmət edirsiniz? Siz orada dövlətə xidmət edirsiniz. Deməli, haqqı yerinə qoymalısınız. Qanunlar var, qaydalar var. Sənin daxili dünyanla yox. Sənin öz düşüncənlə yox. Sən 100 dəfə qərara çıxarsan, hamısını o bizim qazi, hər şeyi sən bir başa düşünən ki, bu məhkəmə sədri qazinin haqqını tapdalayır. Tapdalayır. O kadar deyilir ki gaziler hakkında adam biraz eğmenir ki niye gazilerin gene söhbətini salırsan. Gazi bu torpağı koruyup, gazi bu milleti koruyup, şehit bu torpaktan ötürü can veripti. Sen ne qarıbsan? Bilirdim, görürdüm, hemen gelirdim kəmçə 20-ci ildə bizim şəhidlər gələndə gelirdin, iştirak edirdin, gedirdin. O ne demək idi? İştirak edirdin, eləməliydin, borcunu eləməliydin. Bu kadar hörmətsizlik qaziyə qarşı, bu kadar haksızlık, onun dedikləri tamamıyla əksdir. Onun dedikləri, mən sizə subut edirəm ki, o cinayətkarı vurmuş, qərar çıxartdığı 3 ay həbs qəti imkan tədbiri seçmişdir. Qəti imkan yox, 3 ay iş kəsmişdi, 3 ay. Bir insanı vuran insana, cinayətkara sən nətər 3 ay verirsən? Və o məsələ onun hökmü ləğv olundu. Sağ olsun ki, Apellyasiya məhkəməsində yaxşı baxıldı və Ali məhkəmədə təsdiqlədi. Var hakimlerimiz var, Allah yolu gedenler, Allah'ı ve kanunu Allah'ın yolunda bilen insanlarımız çoktu. Hakimler çoktu. Ancak bu kadar da olmaz axı. Ona göre de bak böyle haksız hakimlerin hakkında demek lazımdı. Yani getmək lazımdı. Ben bir daha deyirəm. Ben onsuz da vurmuşam. Demişəm ki bu meselenin haqqı yolu və qanunu yolu ancaq dövlətə müraciətdədir. Və mən indi qazilərə müraciət edirəm. Ey qazilər, hər hansı bir mamur, hər hansı bir bilmirəm rəhbərçi sizləri incidirsə, sizlərə hər hansı bir növbədə vətən xaini damğasını vurursa da ondan darınmayın. Nabarad mübariz olun. Həmin məmurun, həmin haqqı pozan insanların haqqını yuxarılara çatdırın, dəfələrlə çatdırın. Dəfələrlə. Yox, əgər özünüzü öldürmək istəyirsə, onda bir kağız yazın, qoyun ki, filan kəsin filan işinə səvədinə görə mən özümü öldürəm. Qoy ölüm faktını, ölümə təhrik elədiyi halları qoyun. Bax, bunu kimi hakimlər insanları ölümə təhrik edirlər. Olmaz belə. Olmaz. Ona görə də dövlət var, dövlətçiliyimiz var. Və mən buradan bir daha səslənirəm. Ali Məhkəmənin sədri, Ali Məhkəmənin sədri və Məhkəmə Hüquq Şurasının sədri İman Kərimova səslənirəm. Cənab sədr, bu haqda bu Abbasov Natiq haqqında ölçü götürün.
Mən sizə əstağfurullah, harası bir formada demirəm. Yəni qanuna müvafiq ölçü götürün. Bunun yeri döy da bura. Bu məhkəmədə qala bilməz. Çünki bir nəfər ki, bir hakim ki, Allah Taala altında düşmənimizə, yağı düşmənlərə qalib gələn qaziyə və qazi də ermənini təhqir elədiyi üçün, ona artıq əsid etdiyi üçün erməniyə vəkil tutub və həmin adama qaziyə söydürərək onun işinə baxır və onun tərəfindən bu birisi tərəfinin iddialarını qəbul eləmir. Sənin millətinə də şübhəm var. Mən bilmirəm nə millətlisən sən. Elə Raşid Mamedov da bilmirəm nə millətidir. Elə ikiniz də bir eyni insansınız. Çünki mən bu millətə sahib olduğum üçün, bu millətin nümayəndəsi olduğum üçün elə onlar hamısı əksinə gedirlər. Bu nə məsələdir? Siz bir baxın sağınıza, solunuza, səndən ötürü sənin namusunu, qeyrətini, ailəni, uşağını qoruyan qazilərdir. Sən hardan hoppanırsan? Mən demirəm qanunsuz kiməsə də ötkəmlik ver. Əstağfurullah. Əstağfurullah. Qanunsuzluğa mən deyə bilmərəm heç vaxt. Ancaq fakt ortadadır. Fakt ortadadır, vurulan ortadadır, vuran ortadadır. Hər hansı bir formada təhqiramiz və şantaj edilən ortadadır, şantaj olunan ortadadır, qazidir, ortadadır. Sən nə haqla onun haqqına girirsən? Sən bu qədər yolu gedəməzsən, mən möhtərəm hakim. Bax, buradan dillənirəm İman Kərimova. Bir daha deyirəm, əgər Azərbaycanda hansı, mən əstağfurullah, o mənimlə demirəm, yəni ixtilafa yol açır. Bu neçə dəfələrlə hələ inzibatidə işləyəndə də bu adam saxtakarlıqlara yol verirdi. Bütün o saxtakar olmasaydı, onun 10 dənə, 12 dənə qətnamələri, hökmləri hamısı ləğv olubdur. Ali məhkəmə, apellyasiya məhkəməsi ləğv edibdir. Hamısını, bilirəm, məni gətiriblər, göstərdiblər. Hamısı ləğv olubdur. Sən özünü nə hesab edirsən? İndi Aksafer gəlirsə, indi Panijene gəlirsən, Pavişene gəlirsə, qabağında heç olmaz. Otur, vicdanını, papağın var mı? Papağını qoy, qabağına fikirləş. Fikirləş ki, sən hansı addım atırsan və kimə ilişirsən? Kimə? Qanunsuz ilişirsən. Qanun nə varsa onu elə. Qanun nə varsa onu elə. Güya